Bu videoda obyekt yönümlü proqramlaşdırma dərslərimizin inheritance mövzusunu keçəcəyik, buna nəzər yetirəcəyik. Düşünək ki, biz bir oyun yaradırıq, savaş oyunu yaradırıq və burada bizim 2 dənə karakterimiz var. Bunların biri döyüşçüdür, biri isə oxçudur. Biz gələk karakterlərimizə müəyyən fiillər verək. Bu onların canı olsun ki, nə qədər canı var. Damage olsun, nə qədər belə deyək, hasar verir, zərər verir qarşılarına. Və döyüşçünün zirəhi olsun, bir qoruma qalxanı olsun. Gələk oxçuya baxaq. Oxçunun da canı olsun, damage olsun, nə qədər zərər verir və mənzil olsun. Atdığı oxun mənzil olsun. Biz baxırıq ki, bunların hər ikisində can və damage var. Bunların hər ikisinin bir canı olacaq və verdikləri belə deyək, damage olacaq, zərər olacaq. Biz düşünürük ki, bu artıq kod təkrarıdır. Bunların hər ikisində bu xüsusiyyət var. Onun üçün biz nə edirik? Gələk burada yeni bir Java klassı yaradırıq. Adını karakter qoyaq. Gələk bura. Burada klassımızın adını dəyişdirdim sadəcə olaraq ki, düzgün yazılsın ingilis dilində. Çox bir fərqi yoxdur sadəcə olaraq. Yəni, gələk, deməli, biz bir karakter yaratdıq. Deməli, bizim xarakterlərimizin hər ikisində olan özəlliyi nə idi? Int can idi və int damage. Baxırıq ki, bunların hər ikisində onların canı və vurduqları zərər var. Gəlib nə edirik? Gələk burada döyüşçüyə deyirik ki, extends karakter. Biz burada extends karakter deyəndə nə edirik? Karakter klassını miras alırıq. Gəlin artıq bunları silək. Gələk, oxçu üçün də eynisini eləyək. Gələk burada extends eləyək. Karakter eləyək. Biz burada nə elədik? Artıq belə deyək. Bunların hər ikisinin oxşar olan xüsusiyyətlərini götürdük. Bir dənə klass yaratdıq, ona verdik və digər oxçu və döyüşçü həmin klası miras aldılar. Miras alanda, bir klass digər klası miras alanda nə edir? Onun bütün fiillərinə, bütün xüsusiyyətlərinə sahib olmuş olur. Mən artıq gəlib burada main deyəndə deyim ki, bir dənə oxçu yaradaq. Oxçu nöqtə, baxın, can deyə bilirəm, bərabər olsun 15 deyəlim ki. Baxırıq ki, oxçunun normalda can fieldi yoxdur. Amma mainə baxırıq, oxçu nöqtə can deyə bildim. Biz nə edirik burada? Oxşar fieldları, oxşar olan şeyləri götürdük. Bir dənə klasa verdik. Ondan mənimsədik onu və götürüb istifadə elədik. Yəni ki, biz onu miras aldıq. Miras alanda onun bütün belə deyək, hər şeyinə sahib olmuş oluruq. Onları bir növ birləşdiririk elə bil. Və götürdük, onlardan istifadə edə bildik. Bu döyüşçü üçün də eynidir. Gəlsək, yeni bir döyüşçü desək. Döyüşçü nöqtə can deyə bilirik. Döyüşçü nöqtə damage deyə bilirik. Bərabər olsun. Canı 15 olsun. Canlı 100 edək. Oxçunun da 120 olsun. Oxçu nöqtə damage olsun.
50, döyüşçünün olsun 35, oxçunun mənzili olsun deyəlim ki 65 metr. Döyüşçünün də əlavə olaraq qalxanı olsun, qalxan gücü də olsun 50. Baxın, biz burada neynədik? Miras aldıq və həmin miras aldığımız fiillərdən rahatlıqla istifadə edə bildik. Amma burada bir şey qarışdırmayaq ki, miras alan oxucu və döyüşçüdür. Karakter onların xüsusiyyətlərinə sahib deyil. Döyüşçü və oxçu xarakterin xüsusiyyətlərinə sahibdir. Yəni burada parent or class karakterdir. Subklasslarsa oxucu və döyüşçüdür. Son olaraq da bunu qeyd edeyim ki, biz bir klassıqsa, deyək ki, oxuyucu klassıdır. Bu sadəcə olaraq bir klassa miras ala bilər. Sadəcə olaraq burada indi biz xarakter miras almışıq. Gedib başqa bir klası miras ala bilmirik. Yəni bir klass sadəcə olaraq bir klassdan belə deyək, miras ala bilir. Gedib ikinci bir klassdan miras ala bilməz. Mən gəlib burada yeni bir klass yaratsam, gedib oxuyucuya desəm, gedib ondan da miras al, bunu edə bilmirik. Sadəcə olaraq bir klassdan miras ala bilirik. Inheritance dərsimiz bu qədərdir. Növbəti dərslərdə görüşmək ümidi.